Qoç bürcü. Səhər vaxtı mənasız söhbətlər və istədiyinizdən daha çox vaxt aparan ev işləri sizi qıcıqlandıra bilər. Sevdikləriniz sizdən həmişəkindən daha tez-tez yaxşılıq istəyə bilər və siz onlardan imtina etmək istəməyəcəksiniz. Lakin başqalarına qayğı göstərməklə öz planlarınızı və maraqlarınızı unutmaq riskini daşıyırsınız. Unutmayın ki, bəzi problemlər sizin iştirakınız olmadan həll edilə bilər və bütün məsələlər sizi inandırmağa çalışdıqları qədər təcili deyil. Əgər bəzən yox deməyi və qətiyyətlə, lakin sakitcə maraqlarınızı müdafiə etməyi bacarsanız, hər şey olduqca xoş olacaq. Günortadan sonra müsbət tendensiyaların təsiri güclənəcək. Özünüzü daha gümrah hiss edəcək və əhvalınız yaxşılaşacaq. Bəzi qoçlar uzun müddətdir görmədikləri insanlardan gələn xəbərlərdən məmnun qalacaq. Digərləri isə yaradıcı və ya iş layihəsi ilə bağlı xoş xəbərlər alacaqlar. Sizə maraqlı və perspektivli bir rol təklif oluna bilər və dərhal bunun qəbul etmək üçün mükəmməl bir fürsət olduğunu hiss edəcəksiniz. Buğa bürcü. Gün kiçik çətinliklər və anlaşılmazlıqlarla başlaya bilər. Məişət problemləri, ailə üzvləri ilə mübahisələr və ya planlarda gözlənilməz dəyişikliklər mümkündür. Ola bilsin ki, yaxınlarınızdan birinin əhval-ruhiyyəsi pisləşəcək və işləri yoluna qoymaq üçün səbirli olmalısınız. Lakin bütün bu fasilələr gününüzü ciddi şəkildə pozmayacaq, əsəbi xırda şeylərdən başqa bir şey olmayacaq. Bu günü fərqləndirən ən vacib şey daxili dözümlülüyünüzdür. Nəsə səhv getsə belə, başınızı itirməyəcək və planınızdan geri çəkilməyəcəksiniz. Bu sakit inadkarlıq diqqətdən kənarda qalmayacaq və yaxınlarınız hər hansı bir çətinliyin öhdəsindən necə inamla gəldiyinizi qiymətləndirəcəklər. Axşam saatlarında bir çox işləri görə biləcəksiniz və həqiqətən dəyər verdiyiniz insanlarla vaxt keçirə biləcəksiniz. Bu sakit saatlar sizə sadəcə özünüz olmağınıza imkan verən insanların ətrafınızda olmasının nə qədər vacib olduğunu xatırladacaq. Gün ərzində güc və enerji ilə dolu olacaqsınız və səhər çətinliklərinə baxmayaraq əhvalınız sabit qalacaq. Əkizlər bürcü. Gün plan üzrə keçməsi ehtimalı azdır. Ev işləri gözləniləndən daha uzun çəkəcək. Adi qaydalar daim pozulacaq və bəzi xırda detallar inadla yerinə düşməkdən imtina edəcək. Lakin bunların heç biri sizi yoldan çıxarmayacaq. Başqalarının təslim olacağı yerdə gözlənilməz və orijinal bir həll yolu tapacaqsınız və hətta bəzi çətinlikləri öz xeyrinizə çevirə biləcəksiniz. Dərdlərinizdə tək qalmayacaqsınız. Dostlarınıza və tanışlarınıza müraciət etsəniz, onlar sizə kömək etməkdən məmnun olacaqlar. Dəstəyin bir vaxtlar kömək etdiyiniz insanlardan gəlməsi olduqca mümkündür. İndi onlar da qarşılıq verməyə şad olacaqlar. Köməyi qəbul etməkdən çəkinməyin. Bu ürəkdən təklif olunacaq. Əvvəlcə əhəmiyyətsiz görünə biləcək, lakin tezliklə gözlənilməz şəkildə faydalı olacaq məlumatlar əldə edərək çox şey öyrənəcəksiniz. Hər şey tez bir zamanda qavrayacaq, düzgün nəticələr çıxaracaq və həqiqətən vacib olanı xatırlayacaqsınız. Xərçəng bürcü. Səhər enerjiniz artacaq və hərəkətə keçmək istəyi hiss edəcəksiniz. Və bu enerjini praktiki hərəkətə yönəltmək yaxşı bir fikirdir. Əgər hər hansı bir məişət və ya təşkilati məsələni təxirə salmısınızsa, indi onları həll etməyin vaxtıdır. Sənədləşmə işləri, telefon zəngləri, sənədləri sıralamaq, hesabları ödəmək, bütün bunlar səhər asanlıqla və tez bir zamanda baş verəcək. Bir neçə saat ərzində bütün gün ərzində edə biləcəyinizdən daha çox şeyə nail olacaqsınız. Çətin işləri təxirə salmayın. Bir çox şey ilk dəfə nahardan əvvəl yerinə yetiriləcək. Günortadan sonra əhvalınız nəzərə çarpacaq dərəcədə dəyişəcək. Özünüzü diqqətsiz və unutqan hiss edə bilərsiniz və xüsusilə hər hansı bir şeyə diqqət yetirmək çətin olacaq. Bununla mübarizə aparmayın. Bunun əvəzinə özünüzə rahatlamağa
və xoş bir şeyə diqqət yetirməyə icazə verin. Bu istirahət, asudə gəzintilər, yaradıcılıqla məşğul olmaq və ya sadəcə sakit bir vaxt tapmaq və enerji toplamaq üçün əla zamandır. Axşam saatlarında sakit və rahat bir atmosferdə ailəniz və ya sevdiyiniz insanla vaxt keçirə bilərsiniz. Şir bürcü. Səhərdən etibarən enerjiniz artacaq və faydalı bir şey etmək istəyi yaranacaq. Tapşırıq nə qədər çətin olarsa, bir o qədər həyəcanlı olacaqsınız. Əgər yaz təmizliyini, mebelləri yenidən düzəltməyi, kiçik təmir işlərini və ya şkafları və kilərləri təmizləməyi təxirə salmısınızsa, bugün bunları asanlıqla və hətta məmnuniyyətlə həll edəcəksiniz. Tapşırığın miqyası sizi qorxutmayacaq, əksinə sizi ruhlandıracaq. Tez, ağıllı və elə bir həvəslə hərəkət edəcəksiniz ki, ailəniz mütləq sizə qoşulmaq istəyəcək. Yeni bir şey öyrənmək üçün yaxşı gündür. Tanıdığınız biri təcrübəsini bölüşməyə hazırdırsa, fürsəti əldən verməyin. Hər şeyi ilk dəfə xatırlayıb mənimsəyəcəksiniz. Yeni tanışlıqlar da mümkündür və bu baxımdan çox faydalıdır. Müxtəlif insanlarla asanlıqla ortaq dil tapacaqsınız və çoxları fikirlərinizi dinləyəcək. İstər dostlarla birgə planları müzakirə etmək, istərsə də qonşularla məişət problemini həll etmək olsun, istənilən söhbət rahat keçəcək və sizin xeyrinizə başa çatacaq. Qız bürcü. Təfərrüatları nəzərə almadan tələsik qərarlar verməyin və ya heç nəyə razılaşmayın. Asan gün olmayacaq, amma ehtiyatlı davransanız və tələsməsəniz, hər şey çox yaxşı olacaq. Bazar günü gözlənilməz bir iş təklifi alsanız və ya gəlir və ya yeni bir layihə ilə bağlı qeyri-adi bir fikir ortaya çıxarsanız, təəccüblənməyin. Bu cür fikirləri rədd etməyin, amma onları dərhal həyata keçirməyə tələsməyin. Mümkün qədər çox məlumat toplayın, sakitcə düşünün və fikirlərinə etibar etdiyiniz insanlarla məsləhətləşin. Tam mənzərəyə sahib olduğunuzdan əmin olduğunuz zaman son qərarı vermək daha yaxşıdır. Səyahət xoş olacaq. Əvvəlcədən heç nə planlaşdırmamış olsanız belə, şərait sizi kortəbii şəkildə bir yerə getməyə vadar edə bilər. Və bu, günün ən yaxşı qərarlarından biri ola bilər. Mənzərə dəyişikliyi sizə ilham verəcək və sizə yeni təəssüratlar bəxş edəcək. Yolda və ya yeni bir yerdə gələcəkdə ünsiyyət qurmağa davam etmək istədiyiniz maraqlı insanlarla tanış olmağınız olduqca mümkündür. Tərəzi bürcü. Səhər saatlarını qaçırmamaq vacibdir. Günün ilk yarısında ən çox enerjiniz və hərəkətə keçmək istəyiniz olacaq. Sizi həqiqətən maraqlandıran şeylərə diqqət yetirin. Bunlar ən yaxşı şəkildə yerinə yetirəcəyiniz işlərdir. Günortadan sonra ünsiyyət üçün ideal vaxtdır. Çoxdan görüşmədiyiniz qohumları ziyarət edin, köhnə dostlarınıza zəng edin və ya həmişə əhvalınızı qaldıran insanlarla görüş təşkil edin. Özünüzü isti və rahat hiss etməyinizə kömək edən insanlarla əhatə edin. Onlarla söhbətlər sizə yalnız sevinç gətirməyəcək, həm də sizi enerji ilə dolduracaq ki, bu da qarşıdakı günlərdə çox faydalı olacaq. Əgər yaxınlığınızda sevdiyiniz insan varsa, mümkün qədər birlikdə vaxt keçirin. Birlikdə gəzinti, bir fincan çay süfrəsi arxasında rahat söhbət, hətta sadə ev işləri belə xoş emosiyalar bəxş edəcək və bağınızı möhkəmləndirəcək. Subay tərəzilər də ulduzların dəstəyindən məhrum qalmayacaqlar. Dostların yanında və ya təsadüfi görüşdə ürəyinizin daha sürətli döyünməsinə səbəb olacaq bir şey baş verə bilər. Əqrəb bürcü. Səhər tezdən həmişəkindən daha ehtiyatlı və diqqətli olun. Əgər kimsə sizə bir xahiş və ya təkliflə müraciət edərsə, etibarınıza layiq olduğundan əmin olana qədər razılaşmağa tələsməyin. Gözəl sözlərin təsirinə düşmək və ya daha yaxından baxdıqda axmaq olduğu ortaya çıxan cazibədar bir fikrə aldanmaq riski daşıyırsınız. Yalnız etibarlı insanlara etibar edin və yeni tanışlıqları və razılaşmaları daha əlverişli bir vaxta qədər təxirə salın. Cəmi bir neçə saat ərzində vəziyyət nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq. Özünüzə inamlı və hərəkətə keçmək üçün motivasiyalı hiss edəcəksiniz.
Günortadan sonra uzun müddətdir ehtiyac duyduğunuz ev işlərini həll etmək, yeni bir şey sınamaq və təcrübə aparmaq üçün ideal vaxtdır. Adi iş rejiminizdən yayınmaqdan qorxmayın. Bugün qeyri-ənənəvi bir şey sınamaq qərarına gəldiyiniz zaman şans sizin tərəfinizdə olacaq. Axşam romantik görüş və ya sevilən biri ilə isti görüş üçün idealdır. Bu bürcün subay nümayəndələri ulduzların dəstəyinə də güvənə bilərlər. İlk andan etibarən maraq və həyəcanınızı oyadan qeyri-adi görüşlər mümkündür. Ən gözlənilməz hallarda belə baş versə belə, bu cür görüşləri rədd etməyin. Çünki onlar həqiqətən mənalı və xoş bir şeyə səbəb ola bilər. Oxatan bürcü. Səhər möhtəşəm olacaq. Əla formada olacaqsınız. Düşüncələriniz aydın olacaq və son bir həftədir beyninizi məşğul etdiyiniz problemlər nəhayət həll olunacaq. Və bu, cəmi bir neçə saat ərzində asanlıqla və tez bir zamanda baş verəcək. Ciddi görünən maneələr sanki heç vaxt mövcud deyilmiş kimi geri çəkiləcək. Əgər vacib bir ev işini necə həll edəcəyinizi bilmədiyiniz üçün təxirə salmısınızsa, indi onunla mübarizə aparmaq üçün ən uyğun zamandır. Gələcəkdə maraqlı əməkdaşlığa səbəb ola biləcək faydalı əlaqələr mümkündür. Gününüzün tempi günortadan sonra yavaşlayacaq və bu, xoş bir dəyişiklikdir. Gərgin və hadisələrlə dolu bir səhərdən sonra istirahət etmək istəyəcəksiniz və məhz bunu edə biləcəksiniz. Sevdiklərinizlə vaxt keçirin. Uzun müddətdir görmədiyiniz insanlarla ünsiyyət qurun və ya xoş və sadə bir şeylə məşğul olun. Bəzən ən çox sevinc gətirən və sizə həqiqətən rahatlamağa kömək edən, hətta heç bir faydası olmayan fəaliyyətlər olur. Oğlaq bürcü. Səhərdən etibarən qeyri-adi bir düşüncə aydınlığı və yeni bir perspektiv hiss edəcəksiniz. Həftə ərzində çaşdırıcı və həll olunmaz görünən şeylər bugün tamamilə fərqli bir şəkildə görünəcək. Ətrafınızdakılarla yaxşı yola gedəcəksiniz. Ortaq layihələr üzərində razılığa gəlmək, məsuliyyətləri bölüşdürmək və birlikdə bir şey planlaşdırmaq heç bir gərginlik olmadan baş verəcək. Ailənizi eyni masa ətrafında toplamaq və ya uzun müddətli görmədiyiniz insanları ziyarət etmək istəyirsinizsə, bugün mükəmməl bir gündür. Xüsusilə də yaxınlarınızın əhval-ruhiyyəsinə və istəklərinə nə qədər həssas olacağınızdan məmnun qalacaqsınız. Sanki sətirlər arasında oxumağı öyrənəcəksiniz. Yaxınlarınızın ucadan nə istəməyə cəsarət edə bilməyəcəyini təxmin edəcəksiniz. Bundan istifadə edin və sevdikləriniz üçün xoş bir sürpriz hazırlayın. Güc və enerji ilə dolu olacaqsınız və əhvalınız səhərdən axşama qədər əla qalacaq. Gün müsbət notlarla başa çatacaq və yeni iş həftəsi ilə bağlı düşüncələr sizi ruhdan salmaq əvəzinə ilhamlandıracaq. Dolça bürcü. Səhər çox məhsuldar olmaya bilər, amma bir çox xoş anlar gətirəcək. Yataqdan tələsik qalxıb işlərə tələsməyin. Günə sakit, rahat bir ritmdə başlamağa icazə verin. Yaxınlarınızdan biri ilə bağlı xoş xəbərlər almağınız çox mümkündür. Bu, çoxdan gözlədiyiniz xəbər və ya ailə həyatınızda evinizdəki hər kəsi sevindirəcək xoş bir dəyişiklik ola bilər. Günortadan sonra özünüzü daha aktiv hərəkətə hazır hiss edəcəksiniz. Əgər hansısa həll olunmamış problem sizi narahat edirdisə, indi nəhayət ki, onu həll edə biləcəksiniz. Hər şey təəccüblü dərəcədə rahat gedəcək və nəticəyə görə məsuliyyət daşıyanlarla asanlıqla razılığa gələ biləcəksiniz. Xoş pul axını mümkündür və bu faydalı ola bilər. Tezliklə çoxdan arzuladığınız bir şeyi almaq imkanınız olacaq. Sevdiklərinizlə münasibətlər ahəngdar şəkildə inkişaf edəcək. Özünüzü həqiqətən sevilən və lazımlı hiss edəcəksiniz və bu hiss sizə güc və özünə inam verəcək. Balıqlar bürcü. İşləri təxirə salmayın. Səhər tezdən başlasanız, gün çox məhsuldar olacağına söz verir. Günün ilk yarısı sizi enerji və qətiyyətlə dolduracaq və bu saatları boş yerə sərf etmək ağılsızlıq olardı.
uzun müddətdir diqqətinizi çəkən şeyləri öhdənizə götürün. Bu səhər xoş sürprizlər mümkündür. Kimsə sizə maraqlı bir təklif, məsələn bir layihə üzərində əməkdaşlıq dəvəti və ya sizi həqiqətən valeh edən bir təkliflə müraciət etsə, təəccüblənməyin. Bu cür fürsətləri ciddi qəbul edin. Çünki bugün tamamilə yeni üfüqlər aça biləcək bir əməkdaşlığın başlanğıcı ola bilər. Günortadan sonra yavaşlamağın və özünüzə dincəlməyin vaxtıdır. Sıx bir səhərdən sonra bu istirahəti qazanmısınız. Məhz bu sakit saatlarda növbəti addımlarınızı aydın şəkildə anlayacaqsınız. Güclü tərəflərinizi qiymətləndirəcək və gələcək inkişafları dəqiq şəkildə təxmin edə biləcəksiniz ki, bu da axşamı qarşıdakı günlər və həftələr üçün planlarınızı planlaşdırmaq üçün əla vaxta çevirəcək.